İctimai Radio təqdim edir. Nərmin Aşurzadə və Yusif Qasımovla bu həftə iş dünyasında baş verən əsas hadisələrin icmalı başlayır. Salam, hər vaxtınız xeyir olsun. Salam, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Necəsiniz? Əlayır. Siniz özdə. Bu yeri gəlmişkən düzgün ifadə deyil. Necəsiniz? Bəzən o yazılmalıdır, necəsiniz. Amma necəsiz? Belə demək lazımdır, bəli. Mən elə necə yazılır, elə də ifadə olunur. Yox, başlayan kimləsə öyrəndin, gördün? Davamında daha çox şey öyrənəcəksən. Hər dəfə öyrənirəm. Bax, keçən həftə gələ bilmədim, qoşula bilmədim. Yerin göründü. Bəzi səbəblərə görə. Amma dedim ki, nəsə çatışmır. Nəsə bu həm bilik baxımından, həm anturaj baxımından, yəni istərsəniz 100%. Yaxşı, bugün onda çətin suallar verməyəcəm. Əgər darıxmışdınızsa. Nə gözəlsə, rahat olaq. Biz bu həftənin birinci günü şəxsi brendinq və kommunikasiya üzrə ekspert Ceyhun Fərzəliyevlə danışmışdıq və onunla müzakirə etdik ki, ümumiyyətlə şəxsi brendinq hər kəsə lazımdırmı? Hər kəs də yəni son dövrlər fikir vermirsən də bu haqqda çox danışılır. Bəli. Çox müzakirələr gedir ki, şəxsi brendinqinizə fikir verin. Ağıllı olun. Amma hər kəsə lazımdırmı ya yox, bütün sahə üzrə çalışanlara lazımdırmı? Bunu müzakirə edirik və bir də mən birinci müzakirəyə başlayanda soruşdum ki, yəni biz şəxsi brendinqlə də nəyə başa düşməliyik? Sən əgər populyarsansa, deməli sənin şəxsi brendinqin var. O yox. Belə deyil. Səni əgər o sahə deyəndə, məsələn hər hansı sahədə çalışırsansa, o haqqda danışılanda ilk ağla gələn insanlardan biri, ilk 5-likdə heç olmasa sənin adın gedirsə, deməli sənin şəxsi brendinqin yaxşıdır. Sən də belə başa düşürsən? Mən də belə başa düşürəm, bəli. Amma təbii ki, məsələ detallarda var da, yəqin ki. Onu detallı müzakirə etmisiniz. Səs olacaq? Olacaq. Biraz dinləyə görə mövqeyi nədir? Ondan sonra mən fikrimi bildirəcəm. Məndə sorğular olur, sorğu blankı olur, hansı ki orada bir 50-yə yaxın sual olur. Mən o sual blankını göndərirəm ona ki, bəs bunu sakit vaxtında, amma dürüst şəkildə cavablandır ki, mən bilim ki, mən kimlə üz-üzə otururam. Çünki yəni mən fundamenti düzgün qurmayanda, onun üstünə nə qədər mərtəbə diksəndə o dağılacaq. Bəlkə ola bilər ki, adamın nə bilim bir panik atakı ola bilər. Hətta mən sağlamlığa kimi belə suallar verirəm. Yəni qatıram, yəni travmaları varmı, yoxmu? Yəni ən böyük problem sizcə nədir? Danışmaq. Bizə ki o qədər uşaq vaxtından sus, nə bilim böyük danışanda kiçik danışmaz kimi bizi kodlayıb bloklayıblar deyə artıq bizim nitq qabiliyyətimizi, yəni doğru danışmağı, effektiv danışmağı itirmişik. Yəni biz səhnəyə çıxanda artıq həyəcandan unudurlar yəni insanlar. Baxmayaraq ki, mən öncədən o nitqi yazıram, verirəm, o məşq eləyirik. Hətta məsələn bir çox podkastlara çıxan insanları belə arxada mən hazırlayıram açığı. Bəs xüsusi mövzular təyin edirsiniz? Məsələn, sən qadın-kişi söhbətləri eləsən daha çox məşhurlaşacaqsan. Yox, elə bir məsələyə girmirəm, amma olub, yəni təcrübəmdə bunu test etmək. Çünki məsələn, əgər sən bu mövzuya girirsənsə, bu hər bir bucaqdan baxmağı bacarmalısan. Yox, sən sadəcə olaraq xaricdəki kontent istehsalçıların fikirlərini götürüb öz fikrin kimi təqdim eləyəcəksənsə, bu bir yerdən sonra görünəcək. Üzə çıxacaq və tənqidə də dözümsüzsənsə, məsələn, adətən olur ki, məsələn, podkastda adam çıxır, sonra mən onu öncədən hazırlayıram, amma podkast çıxandan sonra altdakı kommentlərə baxır, yəni xeyli bir narahat olur. Yəni sanki bunun üzünə deyiblər. Bunu deyirəm ki, yəni James Cameron 100 milyonluq Titanic filmi çəkib, bir altda yazır ki, bəyənmədim. Niyəsə öldürsünmü onu? Yəni bu biraz bəli də, yəni buna biraz soyuq yanaşmaq lazım. Yəni hamını məmnun eləyə bilməzsən. Nə düşünürsən? Bəli, razıyam. Hamını məmnun edə bilmərsən və özünə bunu hədəf kimi də qoymamalısan, o bir mənalı. Çünki əks təqdirdə məncə podkastları da, çıxışları da, brendinqi də qoyasan qırağa. Nə qədər insan belə eləyir? Yəni mən bəzən çox yaxşı ekspert hesab etdiyim insanı dəvət etmək istəyirəm efirə və edirəm də. Deyir ki, yox da mən düşünürəm ki, nəyisə birdən səhv edərəm, nəyisə və ya yaxşı danışa bilmərəm, özümü ifadə edə bilmərəm. İnsanlar səhv başa düşər və məni tənqid eləyər. Yəni perfeksionizm qorxusudur bu. Tələdir də belə bir tərəfdən. Amma açıq səmimi deyim, yəni mənimlə işləmir Ceyhun müəllim. Yəni biz podkast eləsək də mənimlə heç bir yəni ssenari falan yoxdur. Düşünürəm. Ümumiyyətlə mənim üçün çox maraqlıdır ki, belə şeylər üçün hətta belə xidmətlər də var imiş. Ssenari yazılır, hazırlanır və s. Mən bunu düzdür və ya səhvdir prizmasından dəyərləndirməyəcəm. Sadəcə nə dərəcədə bu autentik görsənir kənardan, budur mənim üçün sual. Niyə görünməsin? Bilmirəm. Dəstək alırsan da. Dəstək alırsan, sadəcə hazır ssenari üzərindən gedib nəyisə danışanda, bilmirəm, məndə belə hiss yaranır ki, sən artıq sən necə gəlir mənə? Məsələn, sən nəyisə mətni oxuyanda sənin deyilişin, nitqin tam başqadır. Yəni sən pauza eləmirsən, bir qatmırsan ora bir emosiya falan. Bədahətdən gələndə nəsə fikrini belə bildirəndə istərsəməz bu dinləyici üçün və görən üçün
həmən yəni hissiyat Yəni sən demək yaradır. istəyirsən ki, hər kəs artıq eyni olmalı. Əgər Ceyhun 5 nəfərlə məsələn çalışırsa, deməli 5-in də kontenti eyni olacaq da, eyni tərzdə. Yəni birinci bəli. Bax, ehtimal böyükdür. o onu da vurğuladı ki, deyir mən ümumiyyətlə adamlar gələndə biz onları sorğu blankları dediyə göndəririk. Bəli. Psixoloji baxımdan nə qədər Bəli. hazırdır, ona nə maraqlıdır, zövqü falan. Bütün onları öyrənirik və ona uyğun yaxşı kontent, yəni birlikdə tapırıq da ki, sənə uyğun nə etmək olar. Aydındır, amma struktur eynidir axı. Yəni struktur, bunun preambulası, bunun girişi, ona getməsi, sonra danışdıqca kulminasiyaya girməlisən. Belə bir gedişdən görəcəksən ki, yəni eyni formatdadır. Yəni kontent fərqlidir, insan fərqlidir. Bəli, onun toxunduğu mövzular da belə fərqli ola bilər. Amma müəyyən olunmuş strukturla getsə, mən belə düşünürəm. Ya bəlkə də mən total səhvəm. Deyirlər ki, əslində elə strukturla getməlidir. Bəs necə elə gəldi çıxdı, elə improvizasiya ilə yola versin cəmaatı? Yox, o mövzu o deyil. Amma məndə belə bir hiss yaranır ki, insanın özündən gəlməlidir və bu suala cavab verirəm. Şəxsi brendinq hamı qurmalıdır? Xeyr, qurmamalıdır hamı. Çünki şəxsi brendinqin arxasında təcrübə, unikallıq və autentiklik dayanır ki, onun nəticəsində səni öz sahən üzrə artıq tanıyırlar və sənin adın olur elə bil ki, assosiasiya. Deyirlər ki, Azərbaycanda marketinq kimdir tutalım? Top 5. Hə, məsələn. Azərbaycanda kiber təhlükəsizlik kimdir top 5? O top 5-in çıxmağına görə səbəb nədir? Onun təcrübəsidir. İllərlə həll etdikləri layihələrdir, iştirak etdiyi layihələrdir və artıq onun özünün istəyi ola bilər ki, mən bunun üzərinə publik çıxışlar edimmi, yoxsa etməyimmi? Yəni etmirsə bu o demək deyil ki, onun şəxsi brendinqi zəifdir. Mən onu demək istəyirəm. Çünki Ceyhun bəy onu vurğuladı ki, bir çoxlarını tanıyıram ki, çıxış etməkdən çəkinirlər də. Daim brendinq bərabərdir çıxış auditoriya və hər hansısa bir kommunikasiya mənə görə, mənim şəxsi fikrimə demək deyil. Elə belə brendləşmiş simalar bilirik ki, onlar işlə bunu təsvir edirlər və onları cəlb edirlər layihəyə. İnsan sadəcə gəlir, həll edir, çıxıb gedir və də onun brendinqi. Razıyam, amma burada itirən tərəf həmişə auditoriya olur. Çünki o insanlar danışsa, onlar öz təcrübəsini paylaşsa, yəni biraz paxıl olmasalar, biraz özlərinə güvənsələr, əslində daha çox insana fayda qatmış olacaq. Yəni bu insanlar danışmalıdır. Razıyam. Orada həmişə də paxıllıq da deyil əslində. Daha çox, mən zarafata deyirəm. Zarafat mən də eləyirəm. Yəni daha çox orada qorxu dediyim məsələ, perfeksionizm. Özünə o qədər də inanmırlar bu insanlar. O Dunning-Kruger sindromu var. Deyir ki, adətən çox bilməyənlər özünü nə sanır, amma həqiqətən məsələni çox yaxşı bilənlər adətən özünə güvənmir nəyəsə görə. Və belə bir natarazlıq formalaşır da. Ona görə yəni bu mövzuda mənim fikrim budur. Amma mən istəyərdim səni də dinləyim, çünki sən də mənim üçün müəyyən bir segmentdə bir brendsən də. Nə haqqda dinləmək istəyirsən? Xanım radio aparıcısı. Sən düşünürsən, sən öz şəxsi brendinqini necə dəyərləndirərdin? 5 baldan. Olsun 5 bal. Hə, olsun 5 bal. İndi düzdür 10 bal çıxar. Yox, 5 olsun. 5 baldan bilirsən necə mən şəxsi brendinq deyəndə, yəni düşünürəm ki, bunun üstündə sistemli şəkildə işləmək lazımdır. Və bu doğrudan da yəni bir müddət sən onun üstündə işləyirsən, sən ona yatırım edirsən, sən özünü inkişaf etdirirsən və daha sonra o ad sənə artıq işləməyə başlayır. O məşhur ifadə deyil. Bəli. Amma mən məsələn buna bir iş kimi yanaşmıram. Məsələn, öz işimi nədən ibarətsə bunu görürəm. Artıq o şəxsi brendinq üzərində vacib deyil də burada bir mütləq, nə bilim, kommunikasiya üzrə ekspertlə çalışasan. Yəni, ən azı özün də heç olmasa nəyisə bir sistem qurmalısan, nəyisə davamlı olaraq etməlisən. Sadəcə mənim bunu etməyə belə xüsusi həvəsim və marağım hələ ki yoxdur. Hələ ki. Yaxşı ki, özün üçün belə bir zazor yeri saxlamısan. Həmişə saxlayıram. Düzgün Həmişə. Sahibkarların ən böyük problemi ondan ibarətdir ki, hal-hazırda onlar mikromenecmentdədirlər. Yəni onların sərbəst zamanı yoxdur ki, öz üzərində ümumiyyətlə bu xidməti alsınlar, öz üzərlərində işləsinlər. Yəni çox yerə qaçırlar. Bu birisi nəyə bənzər? Bu elə bil ki, siz girmisiniz Google-a, siz 100 dənə şey açmısınız orada, səhifə açmısınız. Bu mikromenecmentdir. Siz əgər 3-4 dənə səhifə açmısınızsa, yəni siz əlinizdə makromenecment var. Yəni daha yüksək, yəni qərarlar verir, daha strateji qərarlar verirsiniz. Sahibkarların çoxsunda vaxt baxımından ciddi problemləri olduğu üçün şəxsi brendinqlər məsələsində ancaq yəni networking klublarında olurlar, öz şəkillərini çəkirlər, kontentlərin öz üzləri istehsal eləmirlər, ümumiyyətlə nitq qabiliyyətlərində problem olur və paralelində də çox ciddi sağlamlıq problemi görürəm. Nə kimi sağlamlıq problemi? Yəni o qədər adamlar özlərini tükədirlər ki, nəticədə sən zirvəyə gedirsən, yaralı vəziyyətdə çıxırsan. Zirvə bu tənhalıqdır. Zirvə yeni bir başlanğıcdır. Yəni sən finiş xəttinə gəlmisən, artıq yeni bir oyun başlayır. Sən orada qalmağın üçün oyun başlayır.
Orada qala bilməyin üçün də sən fiziki olaraq da, psixoloji olaraq da sağlam olmalısan. Biz zirvəyə yaralı vəziyyətdə gedib çıxırıq. Yəni özümüzü tükədərək. Artıq zirvədə başqası gələndə ora daha güclü. Bizi həmənləri sıradan çıxardır. Çox yaxşı danışdınız. Zirvədə tək qalmamaq üçün ümumiyyətlə nə tövsiyə edirsiniz bəs? Ümumiyyətlə zirvədə tək qalmam. Ümumiyyətlə mənim öz fəlsəfəmə deyim. Mən heç həyatda birinci olmağı seçməmişəm. Mənim həyat fəlsəfəm ikinci, üçüncü olmaqdır. Çünki birinciyə həmişə pomidor da atırlar, alqış da eləyirlər. Yəni sənin səhv etmə hüququn olmur. Yəni sənin ideal görsənməlisən. Bu da mümkün deyil. Biz də digərləri kimi ətdən qandan ibarətik. Maraqlı fərqli məqamlara toxundu Ceyhun bəy. Deyə bilərəm ki, 90% razılaşdım artıq. İkinci səsdə 90% razılaşdım. Birincisi mənim üçün də müəyyən bir zirvə, müəyyən bir uğura gəlib çatmaq, tənhalıq yaşamaq deməkdir. Çünki adətən indi beləyik də necə eləyək? Az adam olur ki, sənə həqiqətən ürəkdən səmimi olaraq həmşərik olur bu hisslərə. Biz xoşlayırıq dar gündə dost tanınar məsələsi. Dar gün olanda hamı toplaşır başına. Amma uğur olanda o qədər də şey olmur da, əksinə fikir olur. O da bəzi digər məqamlara görə olur. İkinci məqam yaxşı vurğuladım. Mən də özümü orada görürəm o fəlsəfədə, amma biraz fərqli. Mən də heç vaxt özümə birincilik məsələsini qoymamışam. Hətta piedestalda 1, 2, 3-də də heç vaxt görməmişəm. Mən daha çox həmişə xoşlamışam fərqlilik məsələsində olum. O deyirlər prizritelskih simpatiya olur, xüsusi nominasiya. Yəni ki, səni dəyərləndirir kim? Dinləyicilərin və s. Xüsusi belə, yəni sənə toxunuş edən bir şey. Mən həmişə o yanaşma daha yaxın olub. Və onu bildirmək istəyərdim ki, mənim mövqeyim o mövzudadır ki, bəli, mən razıyam ki, tükədir özlərini bizim sahibkarlar, o var. Amma idealda biz nə eşidirik həmişə? Mən bilmirəm, podkastlarda, beynəlxalq podkastlarda da məsəl üçün tanınmış insanların və dünyada artıq özünü səs salmış belə entrepreneurlar, onlar deyirlər ki, əksinə zamanım mənim çox olmalıdır. Əgər mənim zamanım çox deyilsə, mən nəsə səhv edirəm. Demək ki, hər hansı bir işi delegasiya etməmişəm, həmin o mikromanagement. Demək ki, lazımi komanda qurmamışam ki, həmin o əməliyyat hissəsini özlərinə götürsünlər və s. Lazımi komanda qurmaq bu o qədər çətindir. O çətindir də. Əslində yəni özün qədər çünki kiçik sahibkar olanda sən istəyirsən hər şey ideal olsun. Az büdcə ilə, az xərclə sən hər şeyin ən yaxşısını desən, bazardan biraz pay götürəsən. Orada da sənin qədər gəlib can yandırmırlar. Mən bu bir neçə müddət öncə kiçik bir layihə üzərində çalışırdım. Və o qədər məsuliyyətsiz. Mən həmişə onun tərəfdarı olmuşam ki, komandaya azadlıq vermək lazımdır, çox nəzarət sıxmaq lazım deyil və s. Amma başa düşürəm ki, bu sadəcə yetişkin, artıq formalaşmış insanlar üçündür. Bəzi hər kəs üçün keçərli deyil o komanda daxili azadlıq. Yəni çünki çox məsuliyyətsiz davrana bilirlər. Layihənin rəhbəri qədər və ya nə bilim, sahibkar qədər can yandırmaya bilirlər. Ona görə o lazımi komanda, bütün işin sirri ordadır. Yəni onlar əslində onu qura bilsələr, daha sonra o vaxtı da olacaq, çatdıracaq, həvəsi də olacaq, yarı yolda əsəbləşməyəcək. Məsələ odur da. Səncə problem nədədir? Nəyə görə qura bilmirlər? Lazımi kadrlar niyə tapmırıq? Səncə? Mən elə gəlir ki, indi düz yenə biraz şablon səslənəcək, amma kadr azdır bəzən. Heç xüsusi məsələn sahələr var ki, istiqamət üzrə adam tapmaq, güvənilən adam tapmaq çox çətindir. Sən belə düşünürsən? Hə, çünki sən özün həssas yanaşırsan da, əsirsən o işin üstündə. Amma qarşı tərəf gəlir, ataram da 9 saata atar nəyisə göndərməlisə, onu nə bilim, o məsələn deadline saat 3-ə qədərdirsə, o gəlir onu sabah səhər yazır ki, işim çox oldu və ya başım qarışdı. Və sən orada böyük büdcə ayırmadığına görə, kiçik sahibkar kimi də sən o bütün vaxtını ala bilmirsən. Sən ondan məsələn freelancer kimi çalışırsansa, indi sən məcbursan o deyir ki, məsələn başqa da işlərim vardı, bunu çatdırmadım. Bilmirəm, bəlkə mən səhv idarə edirəm hal-hazırki dövrdə olan komandanı, o da ola bilər, ona da yer var. Amma mənə məsələn o çox belə problemli gəlir ki, insanlar sən demə ciddi nəzarət olmadan hər kəs işləyə bilmir. Nəzarət olmalıdır. Sən də özün düzgün bir hissəsində düzgün cavab verdin ki, bu yetkin və ya yetişkin insanlara aid məsələdir. Heç yerdə yazılmayıb ki, kimə gəldi azadlıq verin, işləyəcək. Bax, anarxiya gəlib çıxır. O deyilən o azadlıq ki var, ha. Amma mən ancaq elə insanlarla işləmək istəyirəm. Çünki nəzarət etmək çox yorucudur. Yəni sən orada heç nəyə fikir verməyə, nəsə qurmağa vaxtın qalmır. Sən məsələn rahat olsan ki, hər kəs özü işini görür. Sən də başqa nəyəsə fokus olursansa, bu yəni problem olmayacaq. Amma nəzarət bu özü ayrıca bir işdir. Sadəcə baxırsan da, hə bu işləyir, bu işləyir, bu da işləyir.
Bunu etmək biraz çətindir. Mən səninlə tamamilə razıyam. Mən də həmişə istəmişəm ki, kontekst üzərindən idarə edilmə olsun. Yəni hərə öz işini bilsin və mütəmadi formada sinxronizasiya baş versin və ayrılsınlar. Amma reallıqda elə deyil. Nəyə görə elə deyil? Birincisi, mən öz fərziyyəmi irəli sürürüm. Nəyə görə bu alınmır da bu komandanı formalaşdırmaq? Çünki heç yerdə və heç vaxt sahibkarlara və ya komandanı qurmaq istəyən rəhbərə bunu öyrətməyiblər. Ona deməyiblər necə qurmaq lazımdır. Və problem bilirsən həm də nədədir? Həmişə yeridirlər o sistem ki, hər şey sistem olmalıdır. İnsanlara bağlanma. İnsan dəyişdi, dəyişmədi, sənin işin getməlidir. Ona görə istər-istəməz rəhbərlər başlayırlar işçilərə bir mexanizm kimi yanaşmağa. Başa düşürsən? O deyir ki, yəni bu gün olmasın, bu olsun. Amma ideal komanda axı fərqlərdir. Sən məsəl üçün istədiyin bir insanı tapdığın təqdirdə onu çox rahat bir formada dəyişə bilməyəcəksən. Başqası gələcək və sən deyəcəksən ki, heyf deyildi, 5 il bundan əvvəl filan kəslə işləyirdik. Bax bu. Amma bizə həmişə korporativ mühitdə onu ötürürdülər ki, siz əgər gedəcəksiniz, insan faktoruna bağlı eləsəz öz proseslərinizi, siz uzun müddəti gedə bilməyəcəksiniz. Mütləq şəkildə siz bunu strukturlu eləməlisiniz və elə qurmalısınız sistemə ki, sabahki günü bu ərizəni yazıb çıxsa, digəri gəlsin və çox qısa bir zamanda yiyələnsin. Bu belə işləmir. Bəli, bəli. O tam mümkün. Yəni robotla işləyəcəksənsə, ola bilər sistemi ona tətbiq edəcəksən, başlayacaq. Amma sən insanla çalışırsansa, məsuliyyət çox önəmlidir. Bütün o vacib yumşaq bacarıqlar, sən onlar hamısı 2, 3, 4-cü dərəcə. Sadəcə insan çox məsuliyyətli olmalıdır, sözün üstündə dayanmalıdır. Yəni əsəbləşdim, o bir səsə qulaq asaq. Motivasiyasının qulu olan adamlar disiplinli ola bilmirlər. Biz motivasiyanı yaşayırıq. Motivasiya da anlıq bir şey. Amma disiplin sənə xoşun gəlsə də, gəlməsə də bunu eləyirsən və bir xəttə oturursan. Artıq ondan sonra inkişaf mərhələsinə gəlirsən. Biz birinci gəlir komfort zonası. Biz komfort zonasından çıxandan sonra düşürük qorxu zonasına. Qorxu zonasından sonra düşürük biz öyrənmə zonasına, sonra böyümə zonasına. Komfort zonasından qorxu zonasına keçəndə tez qorxub geri qayıdırıq. Çünki biz yaradılışdan eləyik də. Yəni beynimiz yeni bir şeyləri qəbul eləyəndə deyir ki, qoruma mexanizmi var deyə beyində. Deyir, qayıtdala, eləmə. Çünki bu da əvvəldən kodlamadır da. Məsələn, uşaqlıqda dənizə gedəndə mananız nə deyir? Deyir, getmə boğularsan. Xarici gedəndə nə deyir? Getmə öldürərlər. Yəni belə, yəni bir kodlanma var. Məsələn, pis günə pul saxlamaq. Niyə yaxşı günə pul saxlamayaq, ancaq pis günə pul saxlayırıq? Çox gülməyin, başıma bir şey gələr. Bunlar hamısı, yəni belə inanclar insanı geri salır. Bu səsdə ən çox bilirsən nə xoşuma gəldi? O mərhələlərə böldük. Komfort zona, qorxu, böyümə, sonra. Özünü gördün o mərhələlərdə. İndi hər şey burada danışaq. Özümü gördüm bəli, zarafatsız. Yox, istərsəniz nə vaxt keçirik də. Və o doğrudan da komfortdan qərar verib çıxmaq özü ayrıca bir cəsarət tələb edir. Sən ondan bir neçə məqam birinci özünə qarşı gəlirsən, sonra ətrafa bəzən qarşı gəlirsən. Və o qorxu mərhələsi Ceyhun da onu vurğuladı ki, hər kəs məsələn orada qırılır. Bəzən də şəxsi brendinqdə də orada problem. İlk tənqid gələnə qədər öyrəşmədiyin bir mühitə çıxırsan da, həmişə öyrəşdiyin və orada bəlkə də çox yaxşı ekspert olduğun bir 3-5 nəfər var sənin yanında. İndi çıxırsan 13 nəfərin yanına, onlar daha başqa bir səviyyədə, orada kimdənsə ikinci dərəcəsində müxtəlif orada qorxular yaranır da. Ondan sonra geri qayıdanlar, yenidən komfort zonaya qayıdanlar, bax ən çətini, yəni ən çətin təhlükəli mərhələ odur. Orada psixoloji olaraq güclü olanda, sonra davam da gətirmək olur. Amma burada ehtiyatlı davranmaq lazımdır. Çünki mənə görə çox təhlükəli doqma ilə hal-hazırda biz rastlaşırıq gündəlik həyatımızda ki, daimi dəyişiklikdə olmalısan. Mən özüm transformasiya layihələrində və bu məsələlərdə uzun müddətdir ki, çalışıram və çox incə məqamı həmişə tutmağa çalışıram ki, bilsən necə, bu artıq bir maniyaya çevrilməsin. Daimi, sən necə, dəyişmək, inkişaf etmək məsələsinə yaxın məsələdir, o heç öz yerində. Biz müəyyən bir əlavələr etdikcə, yəni böyüyürük, inkişaf edirik, başqa prizma ilə baxmağa başlayırıq və s. Amma özünə bunu daimi hədəf kimi qoymaq, bilsən necə, özünə qarşı bir şeydir də. Çünki bu o orqanik olmalıdır o proses. Olmalıdır. Sən hissetməsən ki, sığmırsan, nəyisə dəyişmək istəyirsən. Motivasiyanı da keçiltməyək bu arada. Ceyhun bəy dedi, motivasiyadır, belədir, qalanı disiplindir. Mən razıyam, mən disiplinə inanıram. Amma mən orada Pareto məntiqinə də inanıram ki, əgər 80% disiplindirsə, 20% motivasiyadır və bunun əsasında motivasiya dayanır. Çünki mən nəyisə disiplinli şəkildə etməyim üçün
bəyənməliyəm, onu istəməliyəm, mən onu görəndə alışıb yanmalıyam. Onlar motivasiya emosiya edəndə yaşamalıyam. Yusif, motivasiya videoları, kitablar, bunlar nəzərdə tutulur. Sən bir iki videoya baxırsan və salam mən idmana. O heç. Amma motivasiya əslində nədir? Sən idmana getmək istəyirsən. Niyə? Bəli. O niyənin cavabı olanda artıq güclü motivasiya. Ümumiyyətlə niyədən başlamaq lazımdır həmişə, birincisi. Və ikincisi də ki, məsələn, onu da qoyuram qırağa. Məsələn, bu idman mənə nə verəcək? Hə, onurğam ağramayacaq, nə bilim, falan, özümü sağlam hiss edəcəm. Amma istər-istəməz sənin həmin o konkret idman növünə hissiyatın olmalıdır. Bəyənməlisən də sən onu. Sənə deyə bilərlər ki, məsələn, Nərmin, sənə çox gözəl qaçış və aktiv yerimə yaraşardı, məsələn. Amma sən xoşlamırsan, sən deyirsən ki, okey, eləyərəm. Və bir müddətdən sonra motivasiyan tükənir təbii ki, disiplinə salmağa çalışırsan, axırda alınmır, səbəbi sənin disiplinli olmamağın deyil. Əvvəlcədən idmana və gəzintiyə qarşı sadəcə sənin uyğunsuz olmağındır. Sən isə beynində məsəl üçün üzgüçülüyü düşünürdün. Və heç kim sənə deyən olmadı ki, üzgüçülük. Bax, odur da üzgüç, həvəs, ondan irəli gələn motivasiya və təbii ki, disiplin. Disiplin olmasa bunlar tükənib gedəcək, qalacaqsan yerində, bu öz yerində. Sözsüz razıyam. Mən də səninlə razıyam, Yusif müəllim, sizinlə razıyam. Bu həftənin ikinci günündə nə danışmışdıq, istəyirəm ona da keçək. Çünki çox maraqlı bir mövzuda müzakirə apardıq. Həm söhbətim Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzinin qrup rəhbəri idi, Gülnar xanım Mürsənova. Yusif son vaxtlar bu sahəni xüsusi sevgi ilə yanaşır. Sən necə oldu ki, ümumiyyətlə bu sahə haqqında düşündün? Maraqlı gəlməyə başladı, cəlb etdi. Çox səmimi cavab verəcəm. 2015-ci və 16-cı illər gedirdi. Karyeramın belə qızğın vaxtları idi. Və mən özümü müəyyən bir innovativ istiqamətlərdə, o vaxtı IT deyirdim də hər bir şeyə. Müəyyən bir biliklər əldə etmək istəyirdim və mənim çox yaxın olan ailə, belə deyək, qohumum olan bir insana müraciət etdim. Dedim ki, səncə, sən illərdir ordasan da. Analiz edə bilərsən ki, məsələn də mənə nə yaxın ola bilər. Oturduq, müzakirə və s. Qənaətə gəldik ki, bəs sənin ümumi portretinə baxaraq kiber təhlükəsizlik, informasiya təhlükəsizliyi və gələcəkdə də kiber təhlükəsizlik mövzusu sənə çox maraqlı bir istiqamət verə bilər. Sən ora yaxınsan. Beynin üzrə sənin fikirlərin, sənin yanaşman, riskləri ölçməyin və ya məsəl üçün bir müddətdə yəni riskləri aşmağın və digər məsələlər. Yəni orada ola bilər. Cəhd elədim, uzun müddətli alınmadı çünki tədris mənə uyğun formalaşmadı. Yoruldum, tükəndim və s. qoydum onu qırağa, dedim, hə, yəqin ki, alınmadı. Amma illər keçdikcə, karyerada müxtəlif layihələrdə mən iştirak etdikcə, o dediyim o transformasiya layihələri, digər, orada istər-istəməz müəyyən bir etaplarda informasiya təhlükəsizlik bloku ilə sən işləyirsən. Birbaşa olaraq mütəxəssis kimi yox. Amma çarpaz funksional komanda. Bir saniyə soruşum, çünki mənə həmişə elə gəlib ki, bu sahədə işləyən insanlar humanitardan olanlar ola bilməz də. Biraz nə bilim, riyaziyyat beyni olmalıdır, biraz fizik. Gülnar xanım özü də deyir ki, mən humanitar 3-cü qrupam və mən sonradan gəlmişəm bu sahəyə. Bu sahə doğrudan çox maraqlıdır və hər kəs üçün də maraqlı ola bilər əslində. İstəyirəm Gülnar xanımın da səsini eşidək. Əgər etiraz etmirsənsə, daha sonra davam edəcəyik. Eşidək. Əslində kiber təhlükəsizlikdə insanlara çox vacib biliklər öyrədirik. Həm məsələn hücum istiqamətli, həm müdafiə istiqamətli. Bizim üçün çox vacibdir ki, həmin şəxslər həqiqətən də bu sahədə çalışıb və töhfə vermək istəyən şəxslər olsun. Yəni hansısa bir hakerin əlinə silah vermiş olmayaq, belə deyək, məcazi mənada. Doğrudan belə həssas məqamlar var ki, düzgün olmayan bəlkə insana qırmızı komandaya qoşursunuz onu. Olub heç belə? Şükürlər olsun ki, hələ ki praktikamızda heç bir mənfi hal olmayıb. Çünki dediyim kimi biz 2000 nəfərin arasından hər bir şəxsi belə deyək də çox həssaslıqla seçirik. Müsahibədə 3-4 nəfər HR hətta bizdə dəvət olunur və həm İsrail komandasından, Texnion komandasından bizdə şəxslər qoşulur. Həm İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi komandasından bizdə şəxslər qoşulur və çox belə deyək hərtərəfli bir müsahibə mərhələsi keçirdik. Mənə maraqlıdır ki, məsələn siz nəyə əsasən, yəni hansı xüsusiyyətlərdən başa düşürsüz ki, bu insana məsələn bu hücumu öyrətmək olar, yoxsa olmaz? Əslində belə deyim, bu %100 hər zaman təbii ki, insanın üzünə baxan zaman onun necə bir şəxs olduğunu bilmək çətindir, amma bu sahədə çox işləmiş və peşəkar insanlar var ki, əslində məsələn şəxsə baxan zaman deyirlər ki, bu aqressiyaya çox meyllidir. Biz onu deyək ki, həmin an bəlkə də biz özümüz müşahidə edə bilmərik. Amma onların dediyi məsələn müəyyən nüanslar, müəyyən belə deyək, xarakteristik necə deyirlər, həm jest, həm mimika və s. həm davranış qaydaları var ki, onlar artıq təcrübədə yüzlərlə, minlərlə bu tip belə deyək də sorğular, müsahibələr həyata keçirdiblər. Ona görə onlara daha rahatdır.
İnsan üzünə baxıb onun xasiyyəti haqqında şərh vermək üzrə ekspert Yusif Qasımov istəyirəm Bəli, sizdən bu mənəm. Sən nə müəyyən edə bilərdin ki, məsələn, bu insana hücumu öyrətmək olar, yoxsa ona o məlumatları tam götürsək hacker olacaq? Üzündən yox təbii ki, amma tipajından və danışığından bir müddət müsahibə sonrasından əldə etmək olar. Məsəl üçün mən özümdən danışımda mən hücum, yəni red team, qırmızı istiqamətdə daha çox həvəsliyəm. Nəyə görə? Çox sadə. Birincisi proaktiv insanam bir. İkincisi insanları təhlil etmək və onları araşdırmaq və onların boşluqları tapmaq məsələsində uşaqlıqdan böyük həvəslərim olub. Həm də ki, məsəl üçün OSINT adında bir yanaşma var, kiber təhlükəsizlikdə. Open Source Intelligence adlandırılır. Yəni sən açıq qaynaqlardan araşdırma aparırsan və bu tam legaldır. Yəni mən məsəl üçün kiminləsə bağlı və ya bu fərddir ya da şirkətdir, onunla bağlı bir araşdırma etmək istəyirəm. Bilmək istəyirəm ki, bu nə xoşlayır, nə bacarır və s. Yəni mən məsəl üçün universitet vaxtıdır, məktəb vaxtıdır xoşlamışam. Məsələn, sosial şəbəkələr olmadığı təqdirdə anket doldururduq, necəsə mən o anketləri düzürdüm, baxırdım. Bu nəsə bir sabah məsəl üçün yeni il olanda bilirəm ki, bu istiqamət sevir, ona xəfiyyə olmaq istəyirdin? Yox, sadəcə belə bir necə deyim, mənə lazım olan istiqamətlərdə bunu istifadə edirdim də, belə deyəcəm. Rəsmi uşaq idim. Qorxudursa məyus. Yox, qətiyyən. Bu bir məsələ idi. Artıq sosial şəbəkələr gələndə artıq digər məsələlərdə də İşin asanlaşdı. Tam asanlaşdı, çünki orada məsəl üçün maraqlar hissələri var idi ki, nə xoşlayır və s. Yəni bu sənin qabında varsa və sən bunu imitasiya etmirsən, nədir? Mən kursa yazılmışam da. O zaman sənin ora meylliliyin hissi olunur. Və digər tərəfdən də deyir müdafiə hissəsi. Blue team, yəni ki, mavi komanda. Görürsən ki, adam çox təhlilçidir. Böyük bir titiz dezinformasiyanı izləməyi xoşlayır. Məsəl üçün müəyyən bir mətn baxır, gedir orada vergülü tapır və s. Gələcək məsələlərdə halbuki yəni ki, məsəl üçün mavi komanda gündəlik işi müəyyən bir hissəsi şirkətə daxil olan böyük bir datanın və loqların izlənməsidir də. Təsəvvür et ki, onun qarşısında böyük bir ekrandır, monitor və daimi gələn informasiya. Gərək o informasiya da müəyyən bir hissəni tapsın ki, burada nəsə məsələdir. Mən gərək bunu araşdırım. Bax, bu tipli insanlar daha detalçı, analitik, reaktiv olan insanlar istər-istəməz yəni bura daha meyllidir. Bir də bənövşəylər var. Bənövşəylər var, amma onlar daha çox fasilitator rolundadılar. Onları bir-biri ilə üzləşdirir, coaching, simulyasiyalar aparır və s. Hər iki tərəfin bacarıqlarını sahibdir də onlar. Həm bacarıqlarına müəyyən bir formada sahib olmalıdır, həm də agahlı hissi də çox yüksək olmalıdır. Amma mən belə danışıram uşaqlarla, kim ki praktiki bilirlər də, deyirlər ki, bu belə deyək də, bu rol daha çox qeyri-texnikidir. Daha çox texniki qırmızı və bu da mavi hissəsidir. Biz sırf bu istiqamətə fokuslandıq deyə onu bölürük də, amma belə informasiya təhlükəsi çox genişdir. Və orada dediyin o humanitar insanlar ki, mən və Gülnar xanım bu istiqamətdə rahat özünü tapa bilərlər. Bir dənə də ipucu verin, bununla da bu mövzudan keçək. 80 və 90% ən böyük problemlər kiber təhlükəsizlikdə. Nə texnologiya, nə innovasiya, nə şirkətin buna verdiyi sərmayədən asılıdır, insanlardan asılıdır. İnsan özlüyündə şirkətin ən böyük boşluğudur və ona müvafiq formada o humanitarçılar deyək, o təlim verməsə, onları agah etməsə, onları istiqamətləndirməsə, onlarla insan dilində danışmasa, nəticədə pis əməllərə əl atan hakerlər, qara papaqlılar belə deyək də. Onlar birbaşa olaraq sənin telefonuna yox, səndə boşluğu tapacaq. Və sən onun üçün ən böyük bir hədəf olacaqsan. Məsələ odur. Yerli mentorlar nə gəlib tədris edir? Yerli mentorlar isə bizdə müxtəlif sahələrdə, müxtəlif sektorlarda çalışan, artıq müəyyən bir bacarıqlara sahib olan şəxslərdir ki, onlar qlobal əmək bazarından fərqli olaraq Azərbaycandakı əmək bazarında hansı tələblər var, hansı mühitdə çalışacaqlar, hansı real, belə deyək, user case-lər var ki, onların gündəlik həyatında, belə deyək, qarşılaşdığı məsələlərdir və s. Yəni daha çox onları əmək bazarına adaptasiyaya dəstək olur və ümumiyyətlə belə deyək, gün ərzində öyrəndiklərini bir praktiki cəhətdən test etməklərinə daha çox Amma dəstək olur. bu adaptasiya məsələsinə ehtiyac varmı? Yəni bu sahə hər yerdə eyni deyil.
Əslində çox ehtiyac var. Çünki ilk əvvəl infrastruktur məsələsi. Məsələn, bizim ilk dalğalarımızda qarşılaşdığımız çox maraqlı və hətta çox gülməli bir məqam var idi. Bizdə mərkəz xüsusi dizaynla, xüsusi belə deyək, Texnik Universitetinin təqdim etdiyi bütün tələblərə uyğun olaraq dizayn olunub və uşaqlar orada gəlir, xüsusi kreslolar, xüsusi böyük oval monitorlar, yəni həm qırmızı, həm mavi komanda üçün təchiz olunmuş, belə deyək də, həm xakerlər, həm müdafiəçilər üçün olan fərqli mühitdə tədris alırlar və təsəvvür edin ki, daha sonra biz onları göndərəndə hansısa bir iş yerinə, dövlət qurumuna və s. onların biraz gözləntiləri və real çalışacaqları yerlər arasında. İndi baxırlar ki, internet yoxdur. Bəli, test edəcəkləri hətta infrastruktur və belə deyək də, avadanlıqlar arasında fərqlər olur. Ona görə də onlar üçün çox vacibdir ki, onlar real həqiqətən də infrastrukturlarda fərq nədir, onları da görsünlər. Bəli, bəli, təbii ki. Heç ağlıma bu gəlməzdi. Elə bilirəm bu öyrənirsən bu istiqamətdə və sonra harda istəsən ged işlə. Sənin adaptasiya olmalıdır ölkədə. 100%. Həm də bu adaptasiya mövzusunu təlimlərdə belə onlara izah etmək lazımdır ki, sabah belə bir mühitə düşəcəksən, səndə şok olmasın, Hamı eyni device'larda, hamı eyni formatda çalışmır. Biz səni burada anturaj, kreslolar və kompüterdən istifadəni öyrətmirik. Biz sənə düşüncəni ki, bir təhlükəsizlik və informasiya təhlükəsizliyi mütəxəssisi necə düşünməlidir öyrədirik. Nə maraqlı. Necə düşünməlidirlər onlar? Onlar orada ona bir Adaptasiya. ayrıca bir veriliş eləməliyik ki, bunu necə düşünməlidirlər, hansı formadan yanaşmalıdırlar, ilk şirkətə gələndə məsəl üçün nəyə baxmalıdırlar da. Adətən, yəni peşəkarlar gəlib audit eləyəndə şirkəti, onun yetkinlik dərəcəsini ölçürlər və onun hissələri var da. Yenə də mən onun tərəfdarıyam ki, bu mövzuda peşəkarlar danışsın. Mən hələ ki, kiber təhlükəsizlik və informasiya üzrə peşəkar deyiləm, peşəkarlaşma yolundayam. Yoxdur, sən öyrənirsən, sertifikatlar falan, əksinə indi səndə daha maraqlı məlumatlar var. Yol necə gedilir? Amma daha detallı, daha da belə deyək də, bunu hər tərəfli danışan insanlarla daha çox danışsam, mən özüm də öyrənmiş olaram və belə tipli insanlar gələndə xüsusi mənə vurğular, mən hazırlaşım. Yaxşı? Efirə də qulaq asasan. Mütləq. Xüsusi biləcəm əvvəlcədən. Başqa hallarda qulaq asmırsan. Olur da indi, niyə? Ona görə hazır biznes almaq istəyin olub nə vaxtsa? Yəni pulum olsa və ya düşünmüsən bu qədər pulum olsaydı, məsələn, gəlib hazır bir biznes alardım. İnanırsan, ara bir yoldaşımdan belə bir təkliflər gəlib, amma həmişə də yox demişəm, bax səmimi. Bilmirəm nəyə görə. Nə bilmirəm. Hazır biznes bilmirəm. Bu mənim üçün bir avantur kimi gəlir. Satırsa çətindir. Həm də satırsa, məndə istərsəm sual yaranır ki, niyə satır? Bəli, məndə də o sual yaranmışdı. Həmin gün olan ekspertdən də soruşdum. Biznes konsultant Vüsal Mahmudov studiyamızdaydı. Onunla birlikdə müzakirə edirdik ki, hazır biznes alanda ümumiyyətlə aldanmaq ehtimalı nə qədərdir, nələri bilmək lazımdır və bununla bağlı Vüsal bəyin ilk səsini eşidəcəyik. Eşidək. Milyonluq bir müqavilədir və bir aydan sonra müqavilənin vaxtı bitir və çox böyük reputasiya problemi var. Nə deməkdir? Bizim 1 milyon dövriyyəmiz var. 600-700 mini, 800 mini hansısa bir müştəridən asılıdır. O müştəriyə mal gedir, pul gəlir, amma müştəri ilə olan münasibət elə səviyyədədir ki, müqavilə bitən kimi bu proses dayanacaq. Və biz də bunu ən ölümcül vəziyyətində aldıq. 2 aydan sonra bütün proses dayandı. Necə olacaq bu işin axırı? Minalardan biri budur. Digər bir məsələ. Sahibkarın özünün bizim Azərbaycan reallığında biz bunun çox şahidiyik. Şirkətlər, şirkət sahibinin reputasiyası, şəxsi keyfiyyətləri, networkingi ilə formalaşır. Baxın, əksər hallarda mən bunun kiçik orta biznesdə çox şahid oluram. Məsələn, Əhməd yaxşı insandır, yaxşı oğlandır, yaxşı kişidir deyə çox vaxt ondan iş görürlər. Etibarlıdır, biz neçə illərdir dostluq etmişik və s. Və bunun üstündə Əhmədin biznesi böyüyür, Əhmədin biznesi inkişaf edir. Gün gəlir, Əhməd biznesi satır, yerinə Məmməd gəlir və Məmməddə bu göstəricilər bəlkə də 5 dəfə artıq olsa belə, Məmməd artıq o əlaqələrə sahib deyil. Məmmədin satış kanalları dostluq münasibəti üstündə idi. Əhmədin, yəni satan adamın. Amma bu yoldaşda bunların heç biri olmadığına görə bütün o kanallar başlayır bir-bir qurmağa. Və adam şoka düşür ki, işləyən biznes niyə belə oldu? İctimai radioda müzakirə başlayır. Nərmin Aşurzadə və Yusif Qasımov bu həftə iş dünyasında baş verən əsas hadisələri şərh edir. Niyə belə oldu səncə? Əslində bax, özləri də həmişə bunu belə deyirlər ki, təşviq edirlər ki, şəxsi əlaqələr gücləndirilsin, biznes quranda şəxsi əlaqələr olmalıdır və ümumiyyətlə biznes quranda yox, adi işçi olanda da, yəni başqa yerdə iş axtarmaq istəyəndə əlaqələr vacibdir, networking qurun, tədbirlərə gedin, forumlarda olun və s. Amma sonra onun üstündə biznes quranda və sonra o biznesi satanda görsən ki, o problemə çevrilir. Əslində adam sistem qurmayıb, yaxşı əlaqələr qurub. Və indi o əlaqələrin satası deyil ki. Satmaq olur görəsən əlaqələri.
Yox da indi. Belə biznesi var kiminsə, yaxşı əlaqə satıram. Yox da bizdə illərin biznesi var, calaq biznesi də. Biz ona yeni söz vermişik, əlaqələndirmə biznesi. Üzrə ekspert. Mən bir tərəfi tanıyıram, ikincisini tərəfi tanıyıram. Onların arasındakı potensial nəsə ola bilər, amma bir-birlərini tanımır. Kim çıxır ortaya? Üçüncü tərəf. Əslində qazanan olur. Və təbii ki, məsələ o deyil. Amma yaxşı ideyadır. İdeya deyil, bu reallıqdır. Eləyirlər. Biznes belə işləyir. Nə ideya? Mən Amerika açmadım Geridə burada. qalmış. Yəni bu belədir. Yəni sadəcə networking mövzusuna qayıtmaq istəyirəm. Orada da mənim bir incə nüans var. Bir çoxları düşünür ki, networking sayla ölçülən bir şeydir. Mənim məsələn çox şərt edirəm indi də, özümdən deyim. Mənim LinkedIn-də 18.000 əlaqəm var. Bu o deməkdir ki, məndə wow, bu nə networkingdir? Yox. Oradan konversiyanı ölçməlisən sən və onun effektivliyini ölçməlisən ki, yaxşı, bu networkingdə mənə lazım olanda mən istifadə edə bilirəmmi və qarşı tərəfə müəyyən bir dəyər ötürə bilirəm ki, çünki heç kim təmənnasız filansız, yəni sənə nəsə edirsə də belə qarşılığını da gözləyir də, bu normaldır. Ona görə networking mövzusu gəlib tanış oluruq forumlarda. Çox gözəl vizitkalar paylaşılır, salam, sağ ol, çay içirlər, kofe içirlər və s. Amma o görüşlərin hamısı mı effektivdir nəticədə? Mən cavabım var, xeyr deyil. Ona görə yəni burada biraz o əmsalları və kriteriyaları ölçmək lazım, meyarları ölçmək lazımdır ki, yəni mənim üçün networking necə ölçülür? Mən əminəmmi o networkingdən və bəli, mən əminəmsə sabah biznesə gedə biləcəmmi? Yoxsa yox. Ola bilsin ki, mənə həmişə o təklif olunanda mən yox deyirəm, sən nə səbəbə görə? Çünki mən başım çıxmır, mən idarə edə bilməyəcəm biznesi. Rəqəmləri, marjanı, o belə gəldi, bu birisi belə getdi və s. Ya məndə kimsə olmalıdır bunu bacaran və mən ona güvənməliyəm. Bu da başqa bir üsuldur. Ya da ki, ola bilsin, onu mən düşünməmişəm, amma hardasa şuur altı o da var ki, yaradıramsa gərək mən özüm də yaradım sıfırdan. Belə bir yanaşma var. Amma sən biznes vaxtı ilə yarat. Mən yaratmamışam ki, mənim fikrim ola bilsin, çox nəzəri səslənsin. Səndə o təcrübə olub. Mənim fikrimcə deyil. Səndə o təcrübə olub, sən yaşamısan, sonra da bağlamısan. Məncə sən bizə bununla bağlı fikir bildirsən. O hazır biznes əslində necə hazır bir şey qata bilər. Mən 2 dəfə olub təcrübəmdə bu. Birini sıfırdan yaratmışıq. Birində isə biz işçi olaraq başlamışdıq işləməyə və daha sonra rəhbərlik köçüb gedirdi və biz artıq bütün strukturu bildiyimizə görə razılaşdıq ki, biz idarə edirik. Aldıq sanki özümüz başladıq idarə etməyə. Birincisi ilk təcrübəm bu idi. Məsələn 20'li yaşlarda bunu etmişdim. O birində 20'li yaşlarda. Məsələn 20-21 yaşında bunu etmişdim. Deməli həmin vaxtı, yəni biz orada artıq çalışdığımıza görə o bizə qeyri-müəyyən görünmürdü. Biz doğrudan da bir çox şeylər rəhbərlikdə məncə yaxşı bilirdik. Orada bəzi detallar var idi, idarə etmə var idi. Biz daha belə tez prosesi başa düşüb və həll edirdik problemi. Yəni biz o daha çox bizə zəng edirdi ki, bunu həll edə bilərsiniz və soruşurdu nəsə. Belə idi vəziyyət, artıq belə qurulmuşdu. Ona görə orada heç bir qorxu, heç bir alandan sonra belə, yəni bizim əlimizdə böyümüş kimi də belə özümüz idarə edə bildik. Amma ikinci halda isə mən sıfırdan qurdum. Yenə ki, hazır biznes almadıq. O hazır biznes almaq sayılmır. Sıfırdan qurduq hər şeyi. Ona görə mənə doğma və yaxın odur ki, hər şeyi özün qurursan. Çünki hər addımını bilmiş olursan, yəni bilirsən də harda, nə, necə. Və hazır biznes alsan, yəni bilmirəm, orada çoxlu, biz düzdür hamısının haqqında danışmışıq, hamısı yox, bir çox məqamlar haqqında danışmışıq, hamısını eşidəcəyik, amma çoxlu detallar var ki, sən onları bir-bir oturub nəzarətdə belə keçirməlisən ki, mənə uyğundur, uyğun deyil. Sahədən tutmuş, obyektin harda yerləşməsi, əgər ofisdirsə, oradan tutmuş, işçilərin düşüncə tərzi, kim gedəcək, kim qalacaq, hansı müştəri, hansı işçiyə bağlıdır. Bütün bunları bilmək lazımdır. Vüsal bəydən başqa bir şey eşitmək və bilmək lazımdır. İndi onu da eşidəcəyik. 5 dənə sənəd lazımdır bir şirkəti idarə eləmək üçün. Birinci şirkətin strukturu. Bəllidir ki, kim kimə tabedir. İkinci proseslər hardan başlayır, harda gedir. Üçüncü o işləri görəndə nələr edilir, nələr icra olunur. Dördüncü bunu kimlər eləyir? Mənim işçilərimdən hansı bu işi görür? Beşinci biz bunu necə yoxlayırıq? Bax, bu 5 dənə element yoxdursa, biz o prosesi idarə eləməyəcəyik. Yəni sanki maşın oturmuşuq bir maşına, amma o bizim bildiyimiz, sürdüyümüz model deyil. Tamamilə başqa bir formadadır. Bunlar var bütün bizneslərdə. 99%-də yoxdur. Problem də odur. Ona görə transfer olunur. Bax, bəzən şirkətləri almaq riski özü ilə bərabər şirkət aktiv almırsınız sadəcə. Eyni zamanda riski və fürsəti də alırsınız. Fürsət tamam, yəni gələcəkdə inkişaf etdirilə biləcək tərəfdə. Amma risk nəyin harasında nədir? Bunu bilmək mümkün deyil.
Hə, deyir, əgər hazır biznes alacaqsınızsa, lap o 5 sənədi tələb edə bilərsiniz ki, yəni baxım görüm, amma o da 99%-də Yəni yoxdur. təbii ki, hansı dünyada yaşayırıq biz? Risk həmişə var. Hə də, hə. Yəni riskə qalsa ümumiyyətlə görə biznes qurmayasınız. Hə də. Amma razıyam ki, hazır biznes almaqda bəlkə daha çox risk var da. Mən ona görə həmişə belə mövzular qoyanda dinləyicilərə də deyirəm ki, öz fikirlərini, öz təcrübələrini daha doğrusu paylaşa bilərlər. Həmin gün açığı zəng gəlmədi bu mövzuyla bağlı. Heç kim təcrübə paylaşmır. Amma mən düşünürəm ki, indi fürsət olacaq ki, bu videonu, bu efir axı biz videosunu YouTube-da yükləyəcəyik. Orda şərhləri yaza bilərlər. Videonu izləyən kimi, bu hissəyə gedən kimi fikirlərini yazsınlar ki, ümumiyyətlə hazır biznes almağı məsləhət görürlərmi ya yox. Razıyam. Böhranda olan biznes almaq daha sərfəlidir, yoxsa yəni ucuz qiymətə alacaqlar da, yəqin ki, özü də başa düşəcək ki, böhrandadır. Bunu mu almaq daha yaxşıdır, yoxsa yenidən sıfırdan nəyisə qurmaq? Hə, Səlidir. baxır o böhranın səbəbi nədir? Misal, əgər böhranın səbəbi müştəri narazılığı, dövlət qarşısında olan hansısa bir öhdəliklərdirsə, məhsulun keyfiyyətsizliyidirsə, ona görə bu vəziyyətə düşübsə, onu almağı qətiyyən tövsiyə etmərəm. Çünki onların o ləkələri təmizləmək həddindən artıq çətindir. Bir də amma digərinə baxaq. Müştəri ilə bağlı heç bir problem yoxdur, dövlətə olan bir borcu yoxdur. Şirkət sadəcə olaraq bu dəqiqə maliyyə pul axınına ehtiyac var. O adam da onu verə bilmədiyinə görə kilidlənib və bu sektordan çıxmaq istəyir. Bu zaman pulu olan sahibkar onu ucuz qiymətə dediyimiz formada alır. Ona lazım olan o pulu, dövriyyəni injektə eləyir şirkətin damarlarına və şirkət başlayır sürətli şəkildə böyüməyə. Bunu almaq nə gözəldir. Belə. Sonda belə bir nəticəyə gəldik ki, böhranda olanda ala bilərsiniz. Amma baxır nəyə görə böhrandır da. Reputasiya və sair o eşitdiyimiz çox məqamlar. belə detallı təhlilə ehtiyacı var bu məsələlərdə. Ondansa verişin axırında gəldiyi nəticə, ondansa əgər biznes istəyirəmsə, onu adam öz biznesində qura bilər. Yəni Belə, həftənin 5-ci günü, yəni bu gün biz ilk iş təcrübəsi haqqında danışırdıq. Həm söhbətimizdə karyera məsləhətçisi Aydan Ağayeva idi. Və ilk iş təcrübəsi mənə o doğrudan da elə bilirəm ki, orada necə formalaşırsansa, orada nə baş verirsən, nə öyrənirsən, yaxşı və ya pis təcrübələrdə. Yəni. O sonra sənin karyeranın bütün istiqamətləri səndən olurdu. Artıq baza odur. Ona əsaslanıb nəsə etməyə başlayırsan. Ona görə bu kifayət qədər vacibdir. Tanıyırsan ilk dostunu tanıyırsan, xatırlayırsan ilk iş təcrübəni. Efirin sonuna doğru sözlər yadından çıxır. Hə. Təbii ki, xatırlayıram. O nə deməkdir ki, düzdür, çox təəssüf ki, hal-hazırda həmin o iş yeri artıq mövcud deyil. Muğam Bankdan söhbət gedir. Orada başlamışdım öz karyerama. Amma hələ də, yəni hər dəfə nəsə yadıma salanda start nöqtəsi istər-istəməz mənim gözümün qabağımdadır və həmişə onu məktəbdə deyəcəm. Yaxşı idi ilk müdürün. Ya, o müddətdə bilirsən necə biz yaxşı və ya pisə baxmırdıq. Mənim 23 yaşım var idi. İlk iş yerim idi. Hə, ora həm də belə deyim də, məndə digər şirkətlərə, digər banklara həmlələrim olurdu, alındıra bilmədim. Nəticədə mənə anam ora, necə deyirlər, referensində deyirik və tapşırdı. Hə. Getdim, amma mən onun qarşılığını 200-300% verməli idim. Belə bir fikirlə getmişdim. O ki, sabah mənə heç kim o sözü deməsin ki, yəni başqaları CV ilə gəlir, sənsə tapşırıqla və s. Və ona görə mən orada hər şeyə göz bağlamışdım. Yaxşıya, pisə, hər bir şey. Amma birinci direktor vardı, departament direktoru, kredit departamentinin direktoru Samir müəllim idi. Çox gözəl insan idi və gözəl peşəkar idi və həm mən həm sıxırdı öyrənmək nöqteyi nəzərindən. Çünki boş idim də, sıfır, heç nə. Bankçılıqdan heç bir mənim biliyim yox idi. Ad var idi sadəcə ki, mən iqtisadiyyat oxumuşam, bu qədər. Amma bank işi tam başqa bir mövzudur. Və komanda çox gözəl idi orada. Kamran, Elnur, Vüqar, uşaqlar. Yəni kredit departamenti əgər özünə təsəvvür eləsən, əskərlikdən, yəni ki, belə təzəlikcə qayıdan bir insan üçün oğlanlardan ibarət bir kollektiv, elə bir davamı idi də bizdə. Çox rahat bir şəkildə inteqrasiya olundum və yəni işlər çox maraqlı idi. O müddətlərdə ipoteka şöbəsində çalışırdım. Yəni mən hiss edirdim ki, biz insanlara maksimum dərəcədə dəyər veririk və onlara köməklik edirik ki, onlar ev alsınlar özlərinə. Getsinlər, onların başlarında dam olsun, orada yaşasınlar. Gənc ailələri görürdüm, gəlirdilər falan. Bu formatda, bu mühitdə öyrənmə hansı şirkətdə işləsəm də belə mən həmişə deyəcəm ki, Muğam Bank. İlk iş yeri. Bəli. Və ilk iş yerində mənə də elə gəlir ki, yəni sən deyirsən hər şeyə göz yumulub, yəni sadəcə çalışırdın. Məncə elə də olmalıdır da. İndi düzdür, bir çoxları gənclər məsələn elə universitetdə oxuyanda belə artıq müəyyən tələbləri, gözləntiləri var, amma ilk iş yerində məncə sən öyrənənə qədər də, o peşəkarlaşana qədər hər işi hətta görməyə çalışmalısan ki, hər şeydən xəbərdar. Yəni özün üçün orada əslində edirsən də, yığırsan bütün lazım məlumatları. Mənə elə gəlir.
İndi bilmirəm səhvdimi, doğrudurmu, amma elə deyil. Bir də deyirlər ki, məsələn ilk rəhbərin kim olubsa, kim sənə öyrədib də hər şey. Sən nə qədər böyüsən belə, nə qədər inkişaf etsən belə, o insan onu görmür. O sən həmişə tələbə gözü ilə baxır da. Əgər siz karyerada inkişaf, məsələn, kimisə vəzifəyə təyin etmək lazımdırsa, o adam səni təyin etməyəcək. Çünki sən tələbəsən. Sən həmişə tələbəsən. Sən oradan çıxmalısan. Belə bir yanaşma oxumuşdum. Mən maraqlı gəlmiş. Aha, görürsən doğrudandan mı belədir? Sonra müşahidə aparmışdım. Əksini də görmüşəm ki, əksinə öz tələbəsi daha çox qabağa çəkilir. Amma belə də olur ki, doğrudan ona həmişə biraz uşaq kimi də, yəni belə də yanaşırlar. Elədir ki, var. Məsəl üçün mənim iş karyeramın ən böyük geniş dönəmi 5 il Azərbaycan Beynəlxalq Bankına təsadüf etmişdi. İndiyənə qədər həm o vaxtki olan kuratorumuz, mənim birbaş direktorum, şöbə müdirim, hər birindən təbii ki, danışsaq da, nəsə müzakirələr etsək də artıq fərqli istiqamətlərdə çalışırıq düzü, amma yenə də gəlib sən hiss edirsən ki, o danışdıqca səni elə həmin Yusif görür də. O gəlib onun qarşısında həyəcanlı əyləşən Yusif, hansı ki, yəni ki, müsahibədən keçirdi, sonra filan o yan bu. Bu normaldır və o istilik ki qalır, mənim üçün ən dəyərlisi odur. İllər keçir, şirkətlər fərqlənir, amma o vaxt biz qurduğumuz o münasibətlər ki var, insanlar arası münasibətlər, ən dəyərlisi mənim üçün həmişə olub. Belə danışmaq istədiklərim sənə bunlardan ibarətdir. Vallahi bu çox belə nostalji, hissli, belə axırda kövrəldik. Ağlamamış gedək. Hə. Amma hələ bu hisslərlə də ayrılmaq ən gözəlidir mənə görə. Razıyam. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm dinlədiyinizə görə. Hər birinizə yaxşı həftə sonu arzu edirəm və növbəti həftədə eşidilməyə ümidi ilə.